Kimsə var. 20'ye kadar sual olan var. Hı -hı. Xeyr. 30'a kadar. Kimin sualı var? Sizdə baxa bilərdik müəllimə. Neçəyə baxaq? 30, 30-a. 30, 9, 30 müəllimə, 30. 30, 30. Yaxşı, baxaq. Deyir, Burada verilənlər bazasına aid olan uzantıları seçin. Müəllimlər, fail uzantılarını yaxşı öyrənməlisiniz. Verilənlər bazasına aid olan uzantılar. Baxın, MDB, database sözü varsa, DB birləşməsi varsa, verilənlər bazasıdır. PowerPoint-in, PPTX PowerPoint-in ad genişlənməsi, bu təqdimatdır. Bu verilənlər bazasıdır. ACCDB, görürsünüz, database, bu da verilənlər bazasıdır. Mod verilənlər bazasına aid deyil. Baxın, database sözünə görə yadda saxlaya bilərsiniz yenə də. Bu da verilənlər bazasına aiddir. 1, 3, bir də 5. Moddur, AIF-dir. Bunlar səs, video, fail formatlarına aiddir. MIDI-dir, nə bilim, FLV-dır. Bu tipli formatları əzbərləmək lazımdır. Özü əməliyyat sistemi dərsində var idi. Müəllimə, 20 bir dənə 25-də var ha. 7-ci rif yazılıbdı. O hansı mətnin faylıdır? RTF, baxın, Mətn. WordPad proqramının WordPad-dir. uzantısıdır. Bəli. Yəni mətn olduğunu bildim. Text də Notepad proqramının uzantısıdır. Hı -hı. Aydındır. Müəllimə, verilənlər bazasının hamısında DB olur, eləmi? Hmm. Saat gibi də DB Xeyr, müəllim, hamısında elə hamısında olur. olmur, amma əksərində olur. DB sözünə görə götürsəz, yaza bilərsiniz. orada cavablıya alınıb, amma o 7-ci sualda risk dediğiniz mətndir, eləmi? O da mətn. Hansını deyirsən, müəllimə? Hansı sual Elə deyirsən? 25-də onu deyirdim müəllimə. O rifi 25-də RTF WordPad-in uzantısıdır, mətn redaktorudur. Bu TXT variantıdır. mətndir. Bizdən mətn faillərini soruşur da. Dubicus Word proqramının mətn uzantısıdır. Bildim müəllimə, çünki o rifi qalmış. Aha, Çünki o bunu oldu. rich text format sözündən götürülüb RTF WordPad-ə aiddir. 40-a qədər var. Xeyr. 50-ci nə deyir? 40-a qədər heç kimin sualı yoxdur, eləmi? Mən dayan bir dəqiqə. 47-ci. 47 qoy görüm. Hə. Görüm o nə deyir. Yaxşı, ondan Nə əvvəl siz sual deyin görək. verirsən? Failin qısa yolunun həcmi nə qədər olur? 1 kilobayt. 100 kilobayt sənin. Ay, sağ olun. 47-yə baxaq. 47-dən qabaq 44-də bir problem, bir səhv, heç nə hiss eləmədiniz. Müəllim, onu mən yazmamışam. 44-ü. 44-də fikir verirsinizmi? Deyir ki, List. Sıra deyəndə mən list götürdüm mən onu. Bəli, müəllimlər, mikrofonları bağlayın, ham bir arada danışmasın. Kimin sualı olsa açar. 44-cü sualda problem var. Problem nədir? Deyir ki, simgələr kiçik ölçüdə əks olunacaq. Bir də sətirlər üzrə əlifba sırasından düzüləcək. Kiçik ölçü sətirlər üzrə əlifba sırası smoldadır. Bunun cavabı smol olmalıdır. Test toplusunda cavab səhv göstərilib. Listə sütun üzrə əlifba sırasından düzülür. Yenə smol ölçüdə olur, amma sütun üzrə əlifba sırasından düzülür. Smolda amma sətir üzrə əlifba sırasından düzülür. Burada cavab olmalıydı D variantı. Səhv eləməmisiniz, orada Y variantı çıxıb. 50-yə qədər səhv olan var. 47-də nə dediniz, eləsiz? Bəli. Çünki orada bəzən tərcüməsini bilənmədim. Qovluq pəncərəsindəki simgələrin əks olunma rejimlərinə görə hansı rejimdə fail obyektlərin simgələri orta ölçüdə olur və əlavə olaraq onların hər birinin tipi və ölçüsü haqqında məlumat əks olunur. Baxın, mənlər. Large dedik, çox böyük ölçüdə əks olunur. Extra large daha da böyük ölçüdə əks olunur. Details də onun tipi, ölçüsü və son dəyişdirilmə tarixi haqqında məlumat yazılır. Ona görə bu da getdi. Orta ölçüdə olur və hər birinin tipi və ölçüsü haqqında əslində
Bu hər ikisində olur. Amma kontentdə tip və ölçü haqqında dəqiq məlumat göstərilir. Baxın bir dənə. Və mən gəldim qovluq pəncərəsinə. Hal-hazırda qovluq pəncərəsindəyəm. Buradan gəlin həmin görünüş rejiminə baxaq. Bax, Telefon kullanmasın. Görsənmir müəllimə. ekran paylaşıram. Və fikir verirsiniz, buradan mən kontenti seçəndə, kontentdə görürsünüz, tipi verilir, failin tipi və failin ölçüsü verilir, görürsünüz. Amma burada son dəyişdirilmə tarixi haqqında da məlumat verilir. Politika rejiminə keçəndə, görürsünüz, politika rejimində ölçü haqqında məlumat hamısında görünmür. Yəni, əslində görünür, baxın, burada da görürsünüz, JPG fail, bir də ölçüsü var. Yəni, bu sualın özündə biraz problem var. O, bayaq da gördünüz, sualda problem var idi. Həm kontentdə, həm də politika rejimində, TAILS-da ölçü və tip haqqında məlumat verilir. Ona görə o suala mən problemli sual kimi baxıram, elə o sualı işarələmişik. Yəni, hər ikisində var. Kontentdə də var, politikada da var. Sonra. 60-a qədər sual olan varmı? Klaviaturadan alt düyməsini sıxılı saxlamaqla obyekti sürüşdürən zaman nə yaranırdı, nə olurdu? Kısa yol yaranır. Kısa Bəli. yol yaranır. Bəs digər qısa yol nə idi? Yəni, bu shortcut yaratmaq üçün başqa nə edə bilərdik? Obyekti sürüşdürən zaman bir dənə də qısa yolumuz var idi. Kontrol shift. Ay, sağ olun. Ctrl Shift. Kontrol shiftdən istifadə edə bilərdik. Yəni, o da burada var. 70-ə qədər səhv olan var. Şablonları yaza bildiniz. Məsələn, 58-i. Yəni 8B yazmışam mən. Qoy görüm. Aha. Bir B variantıdır mı? O B- çox maraqlıdır B sualda. deyil amma O çox müəllimə. maraqlıdır müəllimə. Elə bil ki, ulduz olanda, demək hərflər göstərilməyəndə ulduz olur. Aha. Duram, Yox. mətn say göstərilməyəndə sualım olur. Belə bir şeydir Mətləb bu. müəllim, siz izah edə bilərsiniz bu sualı. Müəllim, mətn olanda sual işarəsi qoyulur. Ədəd olanda ulduz qoyulur. Ay, Elə müəllimə, yazılır. xeyr. Mən bunu izah eləmişdim. Mətləb müəllim, izah edə bilərsiniz. Açığı mən bu sualları işləməmişəm. Çünki məndə testlər olmadı, yox idi deyə. Bunun əvəzinə Hə. kodera işləmişəm. Mən bilən burada cavab Y variantıdır. Niyə? Y Sual variantıdır. işarəsi bir simvoldur. O mətn sözündə 4 simvol var. O sual işarəsi bir simvola əvəz eləməli. Aha, doğrudur müəllim. Düzdür. Sonsuz sadə Müəllim. simvol əvəz edir də onu. Bəli, müəllimlər, xahiş edirəm. olmur. Hamı eyni Ulduzda vaxtda məlum danışmasında. Bu gün nə olub sizə? Deməli, baxın, mətn sözü dogx. Mətn söz 4 hərflidir. Ona görə mətn sözün yerinə A variantında bizə dənə ulduz yerləşdirmək olar. Çünki ulduz ixtiyari sayda ixtiyari simvolu əvəz edir. Ona görə burada problem yoxdur. Dogx-da yazılıb. B variantında eləcə mətn yazıb nöqtə qoysaq, mətndən başlayan genişlənməsi nə olursa olsun hər şeyi çıxardacaq. C variantında mətn sözündə 4 hərf var. Hər hərfin yerinə bir sual işarəsi yerləşdirib. Çünki bir sual bir simvol göstərir. D variantında M var, T. Görürsünüz? N var. Bu da uyğun gəlir. Amma Y variantında bir dənə sual var. M hərfini yazdım. Bəs mətn sözündə T-N yoxdur axı. Ona görə burada problem yaşanacaq. Yəni bu həmin verilmiş failə uyğun şablon deyil. Ona görə yanlışlıq var. Sonra 70-ə qədər Doğru variant orada hansıdır bəs? Y variantı müəllimə. Y variantı uyğun deyil. Müəllim, mən dedim bana uyğun olmayan onu deyir, onu da tapmışıq. Əla. 70-ə qədər. Klaster suallarını həll edə bilirsinizmi? Müəllimə, zəhmət olmasa bir o klaster suallarından bir dənəsini Gəlin elədiniz. klaster suallarına baxaq, çünki bunun düşmə ehtimalı çoxdur. Baxın müəllimlər. Burada bir dənə sərt diskin strukturunu çəkirəm. Düşünün, bu bir sərt diskdir. Bu da sərt diskin hissələridir.
Sərt diskin ən kiçik yaddaş bloku sektordur. Baxın, sektor, məsələn, baxın, bu hissə bir sektordur. Bir sektorun həcmi bərabərdir 512 bayta. Bir sektor 512 baytı göstərir. Sektorlar, baxın, bu məsələn, belə dairəvi formada, baxın, belə çəkirəm bunu, dairəvi formada sektorlar tamamlanırsa buna deyirik cığır. Sərt diskin sektoru olur, cığırı olur, bir də klasteri olur. Klaster nədir? Klaster sektorlar yığınıdır. Baxın, bir neçə sektor qrupu, baxın, məsələn, buradan bura qədər yaşılla işarələyirəm bunu. Fikir verin, baba, buradan bura qədər diskdə bir klasterdir. Yəni, sektorlar qrupuna klaster deyirik. Klasterin həcmi standart olaraq 4 kilobayt götürülür. Amma sualdan suala dəyişir də. İndi sualda baxın, görürsünüz, burada 4 veribdir. 4 verib, amma 6 verə bilər, 8 verə bilər, 12 verə bilər. Klasterin həcmi neçədirsə, biz ona uyğun məsələmizi həll edirik. İndi, diskin belə bir xüsusiyyəti var, klasterin belə bir xüsusiyyəti var. Tutaq ki, mənim diskimdəki klaster 4 kilobaytlıqdır. Yəni, buradan bura 4 kilobayt yer tutur. Mənim də əlimdə 2 kilobaytlıq failim var. Mən bu 2 kilobaytlıq faili klasterlə diskə yükləyəndə, bu 2 kilobaytlıq fail, düşünün ki, bax, gələcək düşəcək bu klasterə də ilə 2 kilobaytlıq fail. Bunun 2 kilobaytlıq hissəsini dolduracaq. Yerdə 2 kilobaytlıq hissəsi boş qalacaq. Amma bu fail bir fail. Hansı klasterə düşürsə, ölçüsündən asılı olmayaraq, hətta boş yeri qalsa belə, həmin klasteri işğal edir. Yəni, mən 2 kilobaytlıq bir faili yükləyirəmsə diskə, bu diskdə 4 kilobaytlıq klasteri yükləndiyinə görə, həmin o klasteri tam işğal etdiyinə görə, diskdə 4 kilobayt yer tutur. Bax, müəllimlər, fikir verin, mən indi keçirəm ekrana, desktopda. Hər hansısa, baxın, bir dənə failin üzərində sağ düyməni vururam. Buradan bunun xüsusiyyətlərinə baxıram. Xüsusiyyətlərinə baxanda gəl, hətta başqa bir qovluğa baxaq. İçində nəsə olsun. Məsələn, bu qovluğa baxaq. Üzərində sağ düyməni vurdum, bunun xüsusiyyətlərinə baxıram. Bunda da dəyişiklik yoxdur. Bizə deyəkən dəyişiklik olana baxmaq istəyirəm. Sizə tam göstərim. Bunda da yoxdur maalesef. Windows elə bir ki, SSD olmayanda, hard disk olanda bunu daha yaxşı görmək olar. İndi məndə hal-hazırda SSD-dir. Sizdə amma suallar hard diskdən gəlir. Baxın, yer ölçüsü 345 kilobaytdır. Amma diskdə olan ölçüsü 348-dir. Görürsünüz, diskə yüklənəndə diskdə daha çox yer tutur. Amma özünün real ölçüsü 345-dir. Bunun səbəbi diskin müəyyən bir hissəsini işğal etməsidir. İndi baxın, müəllimlər. İndi mən deməli, diskə faili yükləyəndə hər hansısa bir klasterə düşsə, müəyyən bir hissəsini doldursa klasterin, həmin klasteri işğal etmiş sayılacaq. İndi baxaq 59-cu suala. Deyir ki, failin həcmi 290 kilobaytdır. Onu deyir, sərt diskdə neçə klaster tutacağını müəyyən edin. 290-ı bölürsüz 4-ə. Çünki klasterin həcmi 4-dür. Bərabərdir. 290-ı 4-ə böləndə 7 dəfə 4, 28, orada 10 qalır. 2 dəfə haradasa belə bir şey alır. Təqribən yazdım. Yəni 72,5. İndi bu deməkdir ki, bax bu fail 72 klasteri tam dolduracaq. Bir klasterin də yarısını dolduracaq. Amma o yarısını doldursa belə o klasteri işğal edir. Ona görə deməli bu 73 dənə klasteri işğal etmiş olacaq. Cavab olacaq 73. İndi məsələn 386 kilobayt. Bəli, qalığı da götürürük. 386 kilobaytlıq informasiyam var. Deyir, diskdə neçə klasteri tutacaq? Klasterin həcmini 4 verir. 4-ə bölürəm. Deməli, 9 dəfə 4, 36, 26-nın içində 4, 6 dəfə 96 tam neçəsə düşür də, 96 tam onda 5 yazıram yenə. İstəyir onda 1 olsun, istəyir onda 2 olsun, bunun fərqi yoxdur. 96 tamdırsa, deməli bu diskin 96 klasterini tam dolduracaq. 97-nin də müəyyən bir hissəsinə düşəcək.
Düşdümü həmin klasteri işğal edəcək. İşğal etdisə bir klasterin həcmi 4 kilobaytdır axı. Həmin klasterin də 4 kilobaytını götürəcək. Deməli 97 dənə klasteri işğal etmiş olacaq. Keçək 61-ci suala. Yenə bununla eyni qaydadadır. Sadəcə olaraq burada klasteri soruşmur. Baxın. Deyir yenə əlimdə 302 kilobaytlıq informasiya var. Sərt diskdə nə qədər yer tutacağını müəyyən edin. Burada artıq neçə klaster demir. Nə qədər deyir. Baxın, məsələn, sizə adi başqa bir balaca bir sual deyirəm. Düşünün ki, klasteri 4 kilobaytlıq olan bir diskdir. Mənim də əlimdə 10 kilobaytlıq informasiya var. İndi mən bunu diskə yükləyəndə neçə klaster işğal edəcək? 3, 4, 4. Aha, düzdür. 3 dənə. Baxın, klasteri belə vedrələr kimi çəkirəm. Bunun həcmi 4-dürsə, bura 4 kilobayt düşəcək. Bura 4 kilobayt düşəcək. Elədi 8. Amma məndə 10 kilobaytdır axı. Qalan 2 kilobayt da yükləmək üçün mənə bir dənə də klaster lazımdır. Bu klasterə düşdüsə faylın bir hissəsi. Bu klasteri işğal etmiş olur. Yəni diskdən 4 kilobayt bu, 4 kilobayt bu. Bura 2 kilobayt düşməsinə baxmayaraq bunun 4 kilobayt işğal etdiyinə görə bunun da 4 kilobaytını götürür. Cəmi bu disk 12 kilobayt yer tutacaq. İndi bunu nətər tapırsınız? Tapmağın 2 qaydası var. Birinci qayda. Yenə 302-ni götürürsünüz, bölürsünüz 4-ə. Ki, neçə klasterdir? Əvvəlcə klasteri tapaq. 7 dəfə 4, 28, 22-nin içində 4, 5 dəfə, 75 tam neçəsə. Deməli, bu diskdə 76 dənə klasteri işğal edir. 76 klasterimizin hər biri 4-dürsə, 4 kilobaytdırsa, 76-nı da 4-ə vuraram. 4 yazaq 2 yadda, 304. Deməli, bu diskdə 304 kilobayt yer tutacaq. İkinci yol nədir, müəllimlər? Mən daha rahat bir yolda deyim sizə. 302-yə ən yaxın, 302-dən böyük, 302-yə ən yaxın 4-ə bölünən ədədi seçirsiniz. 4-ə bölünmə əlaməti də bilirsiniz də, yəni son 2 rəqəmi, əgər belədirsə son 1 rəqəmi 4-ə bölünürsə 4-ə bölünür. Ona görə cavabımız olacaq 304. Aydın oldu klaster sualları sizə. Bir dənə də başqa bir növünü izah edeyim. Baxın, tutaq ki, sizə deyir ki, özümdən deyirəm sualı. Sizə deyir ki, 2 kilobayt fayllar var, 2 kilobayt, 7 kilobayt və 9 kilobayt həcmində fayllar var. Deyir, bu faylların hamısının diskdə tutduğu yeri müəyyən edin. Yəni, bu fayllar diskdə cəmi neçə kilobayt yer tutacaq. Klasterimizin də həcmi, özünüz yazın, sonra soruşacağım sizdən. Klasterimizin həcmi də 6 kilobaytdır. Şimdi bu sualı hamı həll eləsin. Deməyin cavab. 2 dəqiqə vaxtınız var. Əvvəlcə bir dənə 10 şeyi xatırladım ki, bir fayl klasterə düşdüsə, başqa bir faylın ora düşməyinə icazə vermir. Bir klasterə ancaq bir faylın hissələrini yükləyə bilərsiniz. Deyim müəllimə. Yox, gözləyin, hamı yazsın. Yazdınız müəllimlər. Bəli. Neçə Bəli. aldınız? 5. 5 klasterdən. 5 klaster. 5 klaster. Bəs nə qədər yer olacaq o zaman? 30 kilobayt. 30 kilobayt. Aha. 5'e bölü Baxaq. 6. 2 kilobaytlıq faylımız. Siz bunun hamısını üçünü də toplayıb klaster. yazdınız. Deyir müəllimə, biz Deyil müəllimə, ayrı-ayrı.
Ay sağ olun. Bax bu suallarda bu məqama fikir verin. Bunları toplayıb Hı, yazsınız, cavabı səhvləşdirsiniz. Hər bir faili ayrı-ayrı hı. hesablamalısınız. 2 2 kilobaytlıq kilobaytlıq faylımız birinə bir bir, klaster, bir 7 klasterə, kilobaytlığımız bir, 2 klasterə, 2 klaster, 9 da 2 klasterə. 2 klaster. Bəli, 9 da Cəmi 2 5 klaster. klaster olduğuna görə 30 Hı, kilobayt yer tutur. Amma sualı 30 sizə belə kilobayt. versə, bax, bu sualı iki tipdə verir. Yanıldıcı məqam var burada. Deyir ki, diskə ayrı-ayrı 2 kilobaytlıq, 7 kilobaytlıq, 9 kilobaytlıq fayllar yüklənib. İndi bu fayllar diskdə cəmi nə qədər yer tutacaq? Belə deyirsə, o zaman da belə hesablayırsınız. Birdən deyir ki, diskə fayl yüklənib. Faylın içərisindəki informasiya, faylın içərisində deyir həm mətn var, həm şəkil var, həm də tutaq ki, video var. Deyir mətnin həcmi 2-dir, şəklin həcmi 7-dir, videonun həcmi 9-dur. Deyir bu fayl diskdə nə qədər yer tutacaq? Belə desə müəllimlər, Onda cəmliyib tapacaq ay da sağ olun. müəllimə, Çünki eləmi? söhbət bir dənə fayldan gedir bax. Bir Bir faylın fayl. içindədir bu informasiyalar. Ona görə bunları Bəli. toplamaq lazımdır. Yəni bax bu suallara fikir verin, yaxşı. 70-ə qədər səhvi olan varmı? Deyir müəllimə. Yaxşı. 80-ə qədər səhvi olan var? Baxın 71-ci Deyir sualı müəllimə. izah edeyim sizə. Bu da bir başqa tipidir. Digərlərini özünüz yazarsınız. Deyir 3 megabaytlıq diskdə neçə 5 kilobaytlıq fayl yerləşdirmək olar? Bir klasterimizdə 4 kilobayt qəbul olunur. Yenə həmin məntiqdən istifadə edirsiniz. Əvvəlcə müəllimlər, biz burada tapmalıyıq ki, 5 kilobaytlıq faylımız diskə yüklənəndə diskdə neçə kilobayt yer tutur? Əvvəlcə bunu tapmalıyıq. 5 kilobaytlıq faylımız diskdə neçə klaster işğal edir? 2. 2 klaster. 2 klasterin həcmi nəyə bərabərdir? 4 kilobaytdan olanda 8. Aha, 8 kilobayt. Deməli 5 kilobaytlıq bir dənə faylın diskə yüklənəndə biri 8 kilobayt yer tutur. Deməli mən faylın həcmini 8 kilobaytdan hesablamalıyam. Deyək 3 megabayt. 3 megabaytımız bərabərdir. Birinci kilobayta çevirək. 3072 kilobayt 1024'e vurdum. Kilobayta çevirdim. İndi 3072 kilobaytlıq diskdə 8 kilobaytlıq neçə fayl yükləyə bilərəm? Neçəsini tam yükləyə bilərəm? 3072 3 vuraq 210 deyilmi? 1024'də 1024'ü çavurmaq. 8 də 203'dür. Bunlar ixtisar gedir, burada qalır 7. 207. 3'ü də 207'yə vuranda eləyir 3 vuraq 128, o da 380, buradan yazıram. 384 dənə faylı yerləşdirə bilərik. Cavabımız olacaq C variantı. Başa düşdünüz müəllimlər? Bu suallarda birinci bir faylın diskdə tutduğu yeri tapın, ondan sonra ümumi diskdə nə qədər olar onu tapın. Baxın, bu da eyni sualdır. 80'ə qədər səhvi olan var. Müəllimlər, bu sizdə bilmirəm, indi güvənin təzə nəşridir, köhnə nəşridir. Bu 83-cü sualda səhv gördünüz. Sizcə bu sual doğrudur? Bir baxın görək. Bir variantı tapmışdım mən onu. Nə tapmışdınız? Bir Bir variant. variantını, de. Sizdən burada nəyə soruşur? Hər doq faylın tam yolunu. Yoxsa tam yolu. Müəllimlər, faylın tam yolunda faylın adı olmalıdırmı? Xeyr, müəllimə, hər yolunda olur. Deyil. Bəli, bu faylın tam adı olmalıydı. Adını qeyd edin olmalıydı. Yəni, bax, bu suallarda güvənin köhnə nəşrində səhvlər var. İndi bilmirəm, təzədə düzəldiblərmi? Tam adını deməlidir İşte faylın. 20. Tam yolunu yazmalıyım.
Bəli. 84-də də eyni səhv var. Yəni görəndə birdən deyərsiz müəllimə bunu bizə belə demişdi. Yəni güvənin 83, 84, 85-ci suallarında səhv var. Yəni orada tam adını soruşmalıydı. Ümumiyyətlə hər birində ad soruşulmalıdır, belə çıxır ki. Tam yolunu soruşsa, ay müəllimə, əgər burada tam yolunu soruşurdusa, onda variantlarda həll.doqu yazmalı deyildi. Bunlar Bəli, olmamalıdır. referanslarda dayanmalıdır, referanslar. Bəli. 90-a qədər Onu səhviniz adını varmı? yazsam, müəllim, adını yazaq da. Yəni yaza bilər. 90-a qədər səhv yoxdur. Mən ora qədər işləməmişəm müəllimə. Niyə tənbəllik edirsiniz? Bax, mətləb müəllim yazmayıb. Siz bura qədər yazmayıbsınız. Müəllimə, mən dimdən yazmışam Kaderadan, bir də Prestijdən. Müəllim, bunu da yazmaq lazımdır. Bu test olmadı müəllimə. PDF Göndərəcək. var. işləm PDF var. var müəllim bunun. Göndərməmişdim qrupa. Yox müəllim, məndə yox. Yox, mən axıra qədər işləmişəm. Yaxşı. Göndərərəm müəllim. Yaxşı. 100-ə qədər kimin səhvi var deyin. 93 nə idi? Qoy görək. Kontrol panel qovluğunda idarəetmə utilitlərinə hansı rejimlərdə baxmaq olar? Bunu dedim sizə. Nətər baxırdıq? Bəli. Large icons, bir də small icons. Başqa bir də var idi. Kontrol paneldə 3 dənə rejim var idi. Hətta biz rejimin birini xırdalığına qədər öyrəndik. Medium, small. Ekstralar. Medium. Yox. Kontrol panelə daxil oluram. Müəllimlər, kateqoriya rejimi. Kateqoriya nə tez yadınızdan çıxdı? Kateqoriya. Görürsünüz kontrol paneli. Nasıl bir yadda qalsın? Laf çoxdur ha. Baxın. Kontrol paneldə kateqoriya rejimi var, large icon var, small icon var. Bir dəqiqə gözləyin, kompüter zaryadkaya qoyun. Müəllimə, o hansı sual idi? 93. 93-də kateqoriya sözü yoxdur axı müəllimə, o bənd yox. Bilirəm, müəllim, orada yazmayıblar da, olanları soruşur sizdən. Yəni, ola bilərdi da kateqoriyada. İkisini yazıb, birini yazmayıb, sizdən də o ikisini soruşur. Amma görünüş rejimi olaraq kateqoriya, large və small var. Özü dedik ki, kateqoriya rejimində dəqiqə, bu niyə belə qaldı? Müəllimlər, bir dəqiqə ekranda problem oldu. Aha. Aha. Yaxşı, deməli. Baxın, dedik ki, burada 3 rejim var. Kateqoriya, large, small. Sizə sualda sadəcə olaraq ikisini verir, ikisini soruşur. Hətta biz də ikisini yazmışıq. Aha, amma üçüncünü də bilməzsə, ola bilərdi ki, sualda o da olardı. Hə, yox, onu. 100-ə qədər var mı sualınız? Müəllim, 94 ilə 96-ya baxaq. Baxaq. Baxın, diskin çox hissəsi dolmuş görünür, görürsünüz? Qırmızı hissəsi dolu hissəni göstərir. Burada Bəli, sizə deyir ki, açıqlaması belədir. Deyir ki, 199 GB diskin tutumu 199 GB-dır. 199-un free boş deməkdir. 15.9 GB boşdur. Siz də baxanda görürsünüz ki, baxın, bu hissə doludur da elə. 199 bunun ümumi həcmidir. Dolu hissə boş hissədən çoxdursa, bax, bu hissə boşdur, bu ağ hissə. Boş hissədən çoxdursa, deməli, bu 15.9 bunun boş hissəsini göstərir. Tərcümə edə bilməsəz də, bunu yaza bilərsiniz. 199-un 15.9-u boşdur. Nə qədər hissəsi doludur desə, 199-dan çıxmalı idi 15.9-u. Hə, elə çıxmışam, Aydındır? dedim. 180 Yəni sizə burada boş qalan həcmini soruşur. Boş qalan həcmini özü verib də, deyir 15.9-u boşdur. Görürsünüz? Desəydi nə qədəri doludur, onda çıxmalıydınız. Sonra 96 olmuş.
96. 96 min. Aha. Baxın, diskin boş hissəsi çoxdur, yoxsa dolu hissəsi? Dolu Dolu. hissəsi. Aha. Onda bu 97.6 diskin ümumi tutumudursa, 24.4, onda 6. Bunun dolu hissəsi ola bilər, yoxsa boş hissəsi? Dolu hissəsi. Nətər ay müəllimə? 97.6-nın Yox. Müəllim, 97 boş hissəsi 97-dən 24,6-nı çıxacaq, qalacaq bir 73-dür. aha, o Dolu 73 nə qədəri dolu hissəsidir. 73. Amma 20.6-sı boş hissəsidir. Hə, elə çıxıb Baxın, yazmışam. bir də oxuyuram. 97.6 gigabaytın 24.6-sı azaddır, boşdur. Sonra 100-ə qədər. Müəllimə, borcu bayaq burada T diskində. 199-dan 15.9-u çıxmırıq, eləmi onda? Yox, ha, müəllimə, baxın, boş hissəni zaten diskdə verir. Bax, məsələn, mən öz kompüterimdə daxil oluram, bir də göstərirəm onu sizə. Bax, daxil oldum my kompüterə. Bax, fikir verin, görürsünüz də bunu. Bax, deyir ki, 475 gigabaytın 356 gigabaytı boşdur. Sizə bunu məlumat üçün yazır. Görürsünüz, 475 bunun ümumi həcmi olur. 356 gigabaytı deyir, boşdur. Zaten siz baxın, mən bura baxan kimi görürəm ki, dolu hissəm azdır da. Ona görə 356 nətər dolusu ola bilər? Axı 475-dən 356 dolu olsa, bu mavi hissə çox olmalıydı. Yəni, tərcümə eləyəməsiz bir də yaza bilərsiniz, amma nədir ki, bunu yadda saxlamaq? 475 ümumi həcmdir. 356-sı doludur. 475-dən 356-nı çıxanda neçə qalırsa, o qədər də boş hissəsi var. Eyni şey burada keçərlidir. Yoxdur 100-ə qədər sualınız. Yaxşı, sonra 105-ə baxaq, bircə dəqiqə, 105-ə. Keçdiniz 105-ə baxaq. baxaq. Failin tam adı bu şəkildədir. Failin bir adını qeyd edin. Failin öz adı hansıdır burada? Baxın, İnformasiya. test Yox. nöqtə failin uzantısı olmalıdır. Uzantı da failin adı ümumiyyətlə failin tam adında ən axırda yazılır. Ona görə test.docx failin adıdır. Sonra məsələn, indi bunu deyin görüm. Diskin ümumi həcmi Müəllimə, nədir? orada təkcə test adıdır. Müəllimə, orada təkcə test adıdır, dost uzantısıdır. Bunları ayrı-ayrı veririk. Bəli. Doc uzantısı failin desəydik, failin əsas adı da deyə bilərdi testdə. Elə test.doc da düşə bilər, müəllimlər, variantda elə də ola bilər. Yəni Müəllim, fail kitabın birində elə yazılır ki, ola bilər, elə də yaza bilər. İfadəsinin verdiyi ad testdir. Bu proqram tərəfindən verilən uzantıdır. Sonra uzantısıdır. 106-nı deyin görək. Nə qədərdir diskin həcmi? 97 həcmi 97. Bəs nə qədəri boşdur? 24,6-sı. Aha. Nə qədər doludur desə nə edərsiniz? 73 tamı doludur. 73 tamı doldu. Hələ Yaxşı. yenə 4,6-dan onu çıxdıq, 73-ü aldıq da elə bilginən ki. Aha, düzdür. Yaxşı. Ayçiçək müəllim, 107 bircə dəqiqə baxaq. Oradakı 107. failin Aşağıdakilərdən Ola hansı fail adı ola bilməz? Fail adında istifadə olunmayan simvolları. O görüm Ülviyə müəllimə dərsdədirmi? Ülviyə müəllimə buradasınız? müəllim iclasdaydı, bəlkə də heç gəlib çıxmır. Hə, yaxşı. Ne variant olur müəllimə məncə? Bilmeyen simvollar. Solmaz müəllimə sayın görün. Bu yana xətti, sonra düz xətti, bir də Sola çəkilmiş. sola çəkilmiş xətti, ulduzdur.